Sürücülərə belə bir sual vermişdim. Sual geniş müzakirələrə səbəb oldu. Sürücülərin və tələbələrin 50% bu suala yanlış cavab verdi. Sual belə idi ki, dairəvi yol ayrıcına 3 avtomobil yaxınlaşır və düz istiqamətdə getmək istəyir. Yəni dairənin ikinci çıxışından çıxmaq istəyir. Bu avtomobillərdən hansı manevr qaydasını pozmur. Yəni düzgün manevr edərək dairəvi yol ayrıcını tərk edir. Əksər sürücülər bu suala yanlış cavab verdilər. Düzgün cavab A avtomobildir. A avtomobil düzgün manevr edərək dairəni tərk edir. Yadda saxlayın ki, yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 6-cı bəndində belə bir şey yazılıb ki, sürücü sağa, sola, geriyə dönməzdən əvvəl hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yəni, dairəvi yol ayrıcının içi 3 hərəkət zolağından ibarət hərəkət hissəsidir. Bu hərəkət hissəsindən biz çıxmaqla sağa dönmüş hesab olunuruq. Dairəni tərk edirik. Əgər biz sağa dönürüksə, hərəkət hissəsində müvafiq, yəni ən kənar sağ zolaqda olmalıyıq. Yəni bunu A avtomobil edir. A avtomobil dairənin ən qıraq sağ zolağındadır. Bəziləri düşünəcək ki, A avtomobil dönmə siqnalı yandırmayıb və qayda pozur. Xeyr. Dairəvi yol ayrıcında A avtomobil dönmə siqnalı yandıra da bilər, yandırmaya da bilər. Çünki dönmə siqnallarının yandırılması yol hərəkətinin digər iştirakçılarını çaşdıracaqsa, onları yandırmamalıyıq. Yəni A avtomobilinin olduğu hərəkət hissəsində vəziyyət elə gətirib ki, A avtomobil dönmə siqnalı yandırmaqla digər sürücüləri çaşdıra bilər. Ona görə A avtomobilin burada dönmə siqnalı yandırmaması qayda pozuntusu hesab edilmir. Daha A avtomobil düzgün manevr edir, digər avtomobillər isə A avtomobilin olduğu hərəkət zolağı ilə dairəni tərk etməlidir. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Azər Quliyevlidir.